Just go. I'm talking about that moment when you told me that he will enter the water because of me. O hissləri bizə özü danışa bilər. Aha. İndi ona da deyəcəm ki, desin sizə də, həmin onları. Da, bu momenti yaxınlaşdı как бы suya, ayaqqabını çıxartdı. Suya girmək istəyirdi. Oca görürəm ki, həqiqətən də bu adam hazırdır da, yəni. Mən də durdum yerimdən, qaça-qaça getdim, dedim, dur, niyə inirsən? Dedim, zarafat eləyirəm, ora-bura. Как бы bunu mən geri çəkdim. Dedim ki, yəni okeydir bura qədər. Yəni mən sadəcə baxmaq istəyirdim ki, həqiqətən də ki, yəni artıq bizə lazım olanı götürdüm. Da, lazım olanı götürdüm, elə dediyiniz kimi. Sonra neysə oturduq biz yenə. İndi deyir ki, sən deyir, məni niyə çəkdin deyir. İndi bu nə deməkdir deyir. İndi relationship. Yoxsa deyir, yox. Dedim, okey, relationship. Elə bil ki, yəni dost ol da, bildiniz necə? Elə bil relationship də deyil ondan sonra. Və həmin vaxtı orada biraz biz yenə danışdıq, ora-bura. Mən buna demişdim ki, mən heç vaxtı varlı olanla evlənmərəm. Ondan qabaq da mən buna demişdim ki, mənim pulu olan insanlardan, yəni biraz şeyəm də, yəni mənim xoşum gəlmir. Çünki demirəm ki, yəni bütün hamı. Yəni necə deyim sizə, yəni puluna güvənənlər çoxdur. Yəni biz Azərbaycandan bunu bilirik. Belə deyək də bizim desə yekəxana olurlar deyə elə düşünürsüz. Da, mən dedim ki, pul olan adamla dedim, yəni mən heç vaxt evlənmərəm. Qoy dedim, sredniy olsun. Yəni даже kasıb da olsa olar. Yəni dedim ki, özüm ağılsız deyiləm ki, yəni özüm bir yerdə yəni biz nəyisə nail ola bilərik də. Orta da olsa olar, problem deyil. Amma dedim ki, benim varlı olmasın, o bunun beynində fırlanırdı. Amma hələ bilmirsiniz nə işlə məşğuldur? Heç nə bilmirəm. Hələ heç nə bilmirəm. Nəysə, ondan sonra biz geri döndük. Geri dönəndə Kayıt Beachdə o şəkli mən sizə göndərəcəm. İlk şəklimizi çəkdi ayaqlarımızın. Elə bil ki, 5000 kilometr gəzinti.